Her birini salamlayıram. Bu video izahımızda OTK'nın en son keçirdiği 11. sınıf 1. qrup variant A izahlarına baxaq. Sınavının limit x2'ye yaxınlaşdıqda limitini hesablayın. Diqqətlə baxdıqda görürük ki, biz bu limiti hesablaya bilmirik. Niye hesablaya bilmirik? Çünkü x'in yerine gətirib 2 yazdıqda məxrəc 2'nin kvadratı 4, 4'dən 4 çıxsam 0 olduğuna görə 0'a bölmək olmaz axı. Sürətdə 2 qiymətin yerinə yazanda isə 0 bölünsün 0 şəklində qeyri-müəyyənlik alındığına görə əvvəlcə sürəti sadələşdirək. Yazaq ki, limit x yaxınlaşdıqda 2-yə x minus 5, x minus 2 qruplara ayırdım. Bölünsün x plus 2 vurulsun x minus 2. Bax, buradan çox qəşəng x minus 2'lər bir-birini ixtisar apardı. Nə qaldı? Limit x yaxınlaşdıqda 2'yə x minus 5 bölünsün x plus 2. X'in yerine 2 yazsam 2 minus 5 bölünsün 2 plus 2 beraberdir. Mənfi 4'te 3 almış oluram. Bir doğru cevap olur A variantı. İkinci sual. İki oxşar dörtbucaqlının uyğun tərəfləri 20 və 15'dir. Onların perimetrləri cəmi 84 olarsa kiçik dörtbucaqlının perimetrini tapın. Yəni belə deyək. Birinin perimetri P olarsa digərin perimetri 84 minus P olsun. O zaman 20'nin 15 olan nisbəti bərabərdir. P'nin 84 minus P olan nisbəti. 5'e bölsəm 3 və 4 qalar. Çarpaz vursam 3P bərabər 4 vurulsun 84 minus 4P. Bir tərəfə keçirsəm 7P bərabər 4 vurulsun 84. İxtisar gedir. P bərabər 48. Biri 48 ise digəri 84'dən 48 çıxıram. Biri oldu 48 perimetr. 14'ten 8 çıxsam 6, 7'den 4 çıxsam 36. Biri oldu 36. İndi bizden soruşur kiçik dörtbucaqlının perimetrini 36 cm olur. Doğru cevap olur 2D variantı. Üçüncü sual. Tərəfləri 2-5 nisbətində olan parallelogram perimetri 14 olarsa diagonalların kvadratlarını cəmini tapın. Tərəfləri 2-5 nisbətindədirsə 2 vurulsun perimetri. 3'ün yaza bilərik ki 2 vurulsun 2K plus 5K bərabər 14. Buradan 7K beraber 7K beraberdir 1. Demek ki tərəfləri oldu 2 və 5. Paralelogramın tərəfləri və diagonalları arasındakı belə bir əlaqə düsturu var. D1 kvadrat plus D2 kvadrat bərabər 2 vurulsun A kvadrat plus B kvadrat. Buradan D1 kvadrat plus D2'nin kvadrat bərabər 2 vuraq. A'nın yerinə 2'nin kvadrat plus 5'in kvadrat. Yəni 2 vuraq. 25'i üzerine 4 gelsem 29, o da beraber 58. Doğru cevap olur 3D variantı. Dördüncü sual. Müsbət A ve B ədədləri üçün bu bərabərlik doğru olarsa B ədədi A'nın neçə faiz olduğunu tapın. Çarpaz vursam A plus B bərabərdir 3A minus 3B'ye. Bir tərəfə keçirsəm 4B bərabər 2A, A bərabərdir 2B'ye. B ədədi A'nın neçə faizi olduğunu soruşur. B olduğu kimi yerinə yazıram. A'nın yerine 2B yazıram beraber 50%. Zaten bunu böyle hesaplamasaq da görürük. Niye göre? A 2B'ye beraber olduğuna göre. Yani B A'dan 2 dəfə kiçikdir. Yani 50%'dir A'nın. Doğru cevap olur 4Y variantı. 5. sual. Vektorun uzunluğunu tapın. Biz bilirik ki vektorun uzunluğu modula beraber kökün altında sinüs kvadrat 12 üstə gələk, kosinüs kvadrat 12 üstə gələk, kök hatta 15'in neye kvadratı kimi tapılır. Bu bize 1 verir. Kökün altında 1 üstə gələk. Bu da bize 15 verir. Kök altında 16, 16'dan çıxır 4. Doğru cevap oldu 5C variantı. 6. sual. Tənliyi həll edin. LG kvadratı minus 14 bir tərəfə atsam bərabərdir LG 5x. Buradan neye beraber olmuş olur? Bir dəqiqə. Buradan deməli LG'lər bir-birini apardı. X kvadrat minus 14 bərabərdir 5x. Bir tərəfə keçirsəm x'in kvadratı minus 5x minus 14 bərabər 0. Vuruqlarını ayırsam x minus 7x plus 2 bərabər 0. X bərabər 7, x bərabər mənfi 2. Əlbəttə ki, loqaritm altı ifadə mənfi ola bilməz deyə mənfi 2 ödəmir. Ona görə doğru cavab olur 7. 6 doğru cavab oldu B variantı. 7. sual. M üstəgələk M mənfi 18 hasilləri 5 olarsa. Deməli bu ədədlərin hər ikisi mənfi imiş ki, cəmləri də mənfi olub. Bir-birinə vuranda müsbət olub. O zaman modulun içi mənfi olduğuna görə 1 bölünsünə mənfi vurub çıxarsam plus 1 bölək
n'in kvadrat plus 7 bərabərdir. M'nə burada da n'dir də bu. N'lər ixtisar gedir. N'lər ixtisar gedir. Nə qalır burada? 1 bölünsün n. M'ni ortaq məxrəci gətirsək, m üstə gələk n plus 7. N plus n cəmi -18. M'in hasili 5'ə bərabərdir. Üstə gələk 7. Bərabər -3/6 plus 7 bərabərdir. Müsbət 3/4. Doğru cavab oldu. 7 C variantı. 8-ci sual. Düz prizmanın oturacağı katetləri 6 və 15 olan düzbucaqlı üçbucaqdır. Bu bizim düz prizmamız. Oturacağı düzbucaqlı üçbucaqdır. Aha, oturacağı düzbucaqlı üçbucaqdır bu şəkildə. Və deyək katetləri 6 və 15'dir. Hündürlüyünü tapın. H soruşur. Prizmanın həcmi biz bilirik ki, V bərabər S oturacaq vurulsun H-lı hesablanır. Həcmi 360'dır. 360 bərabər. Oturacağı düzbucaqlı üçbucağın sahəsi katetlər hasinin yarısına bərabər vurulsun H-lı hesablanır. İxtisar gedir. Burada 60 qalır. Burada qaldı 4. Çarpaz vursam H bərabər 8 almış oluram. 8 doğru cavab olur. B variantı. Sual 9. Tərəfi 4'ə bərabər olan bərabər tərəfli üçbucağın hündürlüyü ətrafında fırlanmasından alınan fiqurun yan səthinin sahəsini tapın. Bax, bu bizim tərəfi 4 olan bərabər tərəfli üçbucağımız olsun və bu da bunun hündürlüyü olsun. Bu hündürlüyü ətrafında fırladıqda biz alırıq konus. Deməli, bu üçbucağın bərabər tərəfli olduğuna görə hündürlüyünü tapsam H bərabər A kök altda 3 bölünsün 2 düsturlu hesablanır. 4 kök altda 3 bölünsün 2 bərabərdir. 2 kök altda 3. Deməli, bir hündürlüyü oldu 2 kök altda 3. Fırlanmasından hər hansı bax, bu hündürlüyü ətrafında fırlatdıqda bu şəkildə bir konus alınır. Konusun yan səthinin sahəsi S-yan bərabərdir. Pi R 50 hesablanır. Bunun R-i olacaq 2. Bax, R oldu 2, 2. Hündürlüyü oldu 2 kökdə 3. L-dəki təbii ki 4'ə bərabər olmuş olur. İndi fiqurun yan səthinin sahəsi pi vurulsun R'im 2. R'im də pi RL. Pi'nin yerinə deyir 3 yaz. Pi'nin yerinə 3, R'in yerinə 2, L'in yerinə 4. Alt dəfə 4'ün 24. Doğru cavab olur 9 D variantı. 10-cu sual tənliyini həll edin. Sinus 5x vurulsun kosinus 5x bərabər 4'də 1. Hər tərəfi 2'də 1'ə vursam 2'də 1 sinus 5x vurulsun kosinus 5x bərabərdir. 4'də 1, 2'də 1'ə vursam 8'də 1 almış oluram. Bu mənə, daha doğrusu 2'yə vursam, üzürsən 2'yə vursam 2'də 1 alaram. Aha. Bu mənə sinus 10x'in açılışını verir. Sinus 10x bərabər 2'də 1. Buradan 10x bərabər mənfi 1'in üstü k. 2'də 1'i alır 30 dərəcə. Pi bölü 6 plus dövrü pi k. X bərabər mənfi 1'in üstü k. Ona bölsəm pi bölünsün 60 plus pi k bölək 10. K daxil z. Doğru cavab olur 10 A variantı. Bax belə 60'dır bu. Davam edirik. Növbəti 11-ci sual. X bərabər 7,5 dərəcə olduqda funksiyanın qiymətini tapın. Bu funksiyadan hər tərəfdən sinus x ilə kosinus x-i ortaq vuruq mürtəzə xəritini çıxardaq. Sinus x vurulsun kosinus x nə qaldı burada? Kosinus kvadrat x minus sinus kvadrat x bərabər. Bu ifadə mənə 2'də 1 sinus 2x verir. Bu ifadə mənə kosinus 2x'in açılışını verir. Bu da bərabər nəyə? 4'də 1 sinus 4x-ə. O da bərabər 4'də 1 vuraq. X'in yerinə 7,5'i 4'ə vuraram. 30 dərəcə sinus 30 dərəcə. 30 dərəcədə sinus 2'də 1 qiymət alır ki, bu da bizim cavabımız 8'də 1 olmuş oldu. Doğru cavab olur 11 C variantı. Sual 12. İlk 723 natural ədəddən çox qalxısız bölünən ədədlər A çoxluğunu. Deməli 3'ə qalxısız bölünənlər 3'dür, 6'dır, 9'dur və s. 723 bölünürmü? Bölünür. 9, 12. 723 3'ə bölünür. Hardan bildik? Rəqəmlərini cəmləyib bildik. Belə də bölə bilərik. Heç bir problem yoxdur. 723 3'ə böləndə 241 düşür, bölünür. Bunların sayını tapsam n bərabərdir. 723'dən ən böyükdən ən kiçik çıxıb 3'ü artır. 3'ə bölüb üzərinə 1 gələrəm. 720'ni 3'ə bölürəm. 240 üzərinə 1 gəlsəm 241. Sayıları 241 ədəddir. 3'ə bölünənlər. A çoxluğunu. 5'ə qalxısız bölünənlərsə B çoxluğunu. 5'ə qalxısız bölünənlər 5, 10 və s. Təbii ki, burada ən sonunuzda 720 olacaq. Sonra 0 və 5 ilə bitdiyinə görə. 720'dən 5 çıxıb 5'ə bölüb üzərinə 1 gələrəm. 715'i 5'ə bölsəm
143 üzərinə 1 gəlsəm 144. Bunların içində ortaq olanlar da var. Baxın, bu bizim A çoxluğumuz olsun, bu bizim B çoxluğumuz olsun, düzdür? A çoxluğumuz, B çoxluğumuz, yəni 3-ə bölünənlər və 5-ə bölünənlər, belə deyək. Bunların içində eyni zamanda 3-ə və 5-ə bölünən ədədlər var, hansılar ki, bunlar 15-ə bölünən ədədlərdir. Hansılardır? Bax, 15, 30 və s. 720 15'e bölünərmə bölünür. Elə ən sonuncusu 720'dir. Bunların sayını tapsam, yəni kəsişmənin sayını tapmaq istəyirəm. 720'dən 15 çıxıb 15'e bölüb üzərinə 1 gələrəm. 720'dən 15 çıxanda 705, 705 15'e bölünür 47, üzərinə 1 gəlsəm 48. 48. Deməli, ortaya hissəyə yazırıq 48. Ortaya 48. 241'dən 48 çıxırıq. 241'dən çıxarıq 48. Bunun payına düşdü 193. Sonra B nə qədər olmuşdu? 144. 144'dən 48 çıxaram 96. Əla. Bizdən nəyi tapmaq tələb olunur? Bizdən tapmaq tələb olunur. Bir dəqiqə. A fərq B. Ancaq A'da və ancaq B'də. Yəni 190 üstə gələk 96. 6'ın üstə 3 gəlsəm 9, 8, 2, bir də yadda 289. Doğru cavab olur B variantı. Bax, belə maraqlı bir sual idi. Davam edirik növbəti 13-cü sual. Tənliyin müsbət həqiqi kökünü tapın. X'in üstü 6'nı hər hansı burada bir T ilə əvəz etsək. Olacaq o zaman T'nin üstü 2 minus 5T minus 36 bərabər 0. Hasilləri 36'ya bərabər olan 18 və 2'dir. Olmaz. 9 və 4. 9 və 4 ödəyir. T minus 9 T plus 4 bərabər 0. T bərabər 9, T bərabər mənfi 4. Qüvvəti cütlüsə mənfi 4'ə bərabər ola bilməz. Deməli, x üstü 6 nəyə bərabər oldu? 9'a bərabər olmuş oldu. Bunu da belə yazaram. X'in üstü 3 minus 3 vurulsun. X'in üstü 3 plus 3 bərabər 0. X üstü 3 bərabər 3. X də bərabər 3-cü dərəcədən kök atdı 3. Bir də x'in üstü 3 bərabər mənfi 3. X də bərabərdir 3-cü dərəcədən kök altında mənfi 3. Müsbət həqiqi kökünü soruşur deyə biz müsbəti götürürük. Doğru cavab olur 13 C variantı. Sual 14. İlk 5 həddinin hasili 32 olan həndəs hissələrin vuruğu 7 olarsa, baxın, B1, B2, B3, B4, B5 nəyə bərabərdir? 32'yə. İndi mən bilirəm ki, B1 ilə B5'in cəmi B3'ün kvadratı, B2 ilə B4'ün hasili, cəm dedim, üzülürsən, hasili B3'ün kvadratı vurulsun B3 bərabər 32, 2, 4, 5. B3'ün üstü 5 bərabər 32 isə B3 nəyə bərabər oldu? 2'yə bərabər oldu. Bax, belə. Silsilənin vuruğu 7'dir. 7'dirsə 2'ni 7'yə vurub 4-cü həddi tapa bilərəm 14. Doğru cavab olur 14 D variantı. Sual 15. Bərabərsinin istam həlli var. Loqaritm 5'lər bir-birini aparır. 5'lər bir-birini apardı. X minus 4'ün kvadratı minus 36 6'nın kvadratı kiçikdir 0'dan. Bunu belə yaza bilərəm. Minus 6, x minus 4 plus 6 kiçik 0'dan. Buradan x minus 10, x plus 2 0'dan kiçik olmalıdır. Sıfırları. 1 olur mənfi 2, 1 olur müsbət 10. 11 versəm müsbət, mənfi, müsbət. Bizə lazımdır. Bax, belə mənfi 2 10 arası. İndi deyir, məsələn, mən mənfi 1 yerinə qoysam ödəyir. Çünki burada bir kvadrat var. Kvadrat buna aiddir. 10 və 2 arasında. Deməli, mənfi 2 ilə 10 arasında. Ondan çıxaram mənfi 2'ni, çıxaram 1'i. Ondan çıxıram mənfi 2 çıx 1. 12, 11. Doğru cavab olur 15 C variantı. 16. A'nın hansı qiymətində integral A'dan A plus 2. 2x dx 24 olar. Deməli, 2x-dən nə çıxır? İntegralın altından x'in kvadratı çıxır. Sərhədləri A'dan A üstə gələk 2'yə. Birinci yazaram A üstə gələk 2'nin kvadratı üstə gələk. A'nın kvadratı bərabər 24. A kvadrat, yəni hətta 2A kvadrat üstə gələk 4A minus 20 bərabər 0. 2'yə bölsəm, burada qalır 2, burada qalır 10. Deməli, A üstə gələk A'nın hansı qiymətində. Burada çıxma olur, üzürürsən, çıxma olur. A'nın kvadratı üstə gələk, 4A üstə gələk 4 minus A'nın kvadratı bərabər 24. Müsbət mənfi A kvadratlar gedər. 4A bərabər 20, A bərabər 5. Doğru cavab olur 16 B variantı. Sual 17. A nöqtəsindən çevrilərə AB və AD kəsənlər çəkilmişdir. Aha. Bilirik ki, o zaman bax, bu iki qövslər kəsənlər çəkilibsə, bu ikisi də bir-birinə bərabər olacaq. BMD
BM-dir. Bax, bura 80 dərəcədirsə, onda bu da 80 dərəcədir. Olsun. YLT 44-dürsə, yox, bizə ayrı-ayrı verib. Vətər bərabərliyi vermir, üzr istəyirəm. BM-də 80-dir. YLT 44. Olsun 44. Onda mən burada elə bir alfa bucağını, bax bu alfa bucağını tapa bilərəm. Alfa bərabər 80-dən çıxaram, 44-ü bölərəm 2. 36-nın yarısı 18. Bura oldu 18 dərəcə. Sonra nə verir bizə? P2 56. Bura 56-dırsa, onda mən n tapa bilərəm. Burada olsun hər hansı bir beta. Deməli, 56 minus beta bölə 2 bərabər 18. 56 minus beta bərabər 36. Beta bərabər 20 dərəcə. Bizə lazım olan bucaq oldu 20 dərəcə. Davam edək növbəti 18-ci sual. M-in hansı qiymətində üslü funksiya azalandır? Ümumiyyətlə, qayda olaraq biz bilirik ki, a üstü x funksiyasında a birdən böyük olduqda funksiya artandır. A 0 ilə 1 aralığında isə funksiya azalandır. Deməli, n-2 0 ilə 1 aralığında yerləşməlidir. Hər tərəfin üzərinə 2 gəlsəm, 2 kiçikdir m kiçikdir 3. 2 və 3 aralığında. Doğru cavab olur 18. B variantı. Sual 19. Bərabərsini həll edin. Sıfırların əslində bu bərabərsliyə baxın. 2 vurulsun x minus 3 bölünsün x minus 3 böyük 0. 2 sıfırdan böyükdür. Əslində bu həmişə ödənilir. Sadəcə burada məxrəc 0 ola bilməz. X fərqli olmalıdır 3-dən. Yəni bunun həllər çoxluğu mənfi, müsbət, sonsuzluq yəni ədəd oxudur. Lakin burada 3 qiymətini ala bilmir. 3-də qırılır. Deməli, mənfi sonsuzluqdan 3-ə, 3-dən müsbət sonsuzluğa doğru cavab olur 19 A variantı. Sual 20. Natural ədədləri 41-ə böldükdə alına bilən müxtəlif cüt ədədlərin cəmini tapın. Neçə olar? 2 olar, 4 olar, 6 olar və s. və s. və s. Ta 40-a qədər qalıq alına bilər. İndi bunların cəmi lazımdır bizə. O zaman biz bilirik ki, baxın cəm düsturu belə olacaq da 2 üstə gələk, 4 üstə gələk, 6 üstə gələk və s. və s. üstə gələk 2 endirsə, onda cəm düsturu n vurulsun n plus 1-dir. İndi biz də burada sayını tapmalıyıq. N tapaq görə bu nə qədərdir? Sayılarını tapmalıyam əslində. Yəni əslində bu necədir? Mən deyim sizə. Elə bir cəm düsturu n vurulsun n plus 1 bölünsün 2 deyilmi? Sadəcə onu 2-yə vurarıq. Bax belə. İndi baxıram. 1-dən 40-a qədər ədədlərin cəmi. Əvvəlcə burada neçə ədəd olduğunu tapaq. Deməli, n bərabərdir. Deməli, 40-dan çıxıram. 2-ni bölürəm 2, üstünə 1 gəlirəm. 39, 38, 2, 19, 20 ədəd var. Deməli, olacaq 20 vurulsun. 20 üstə gələk 1, cəm düsturuna görə. 20 vuraq, 21 bərabər 420. Doğru cavab olur 20B variantı. 21-ci sual. Tərəfləri A bərabər 4, B bərabər 8, C bərabər olan 3 bucağın bu tərəflərin çəkilmiş hündürlükləri uyğun olaraq HA, HB, HC olarsa nisbətini tapın. Deməli, mən hər hansı bir 3 bucaq çəkirəm. Tərəfləri 4, 8, 10-dur. Perimetrini tapsam, yarım perimetr hətta toplayıb 2-yə bölərəm. 22-nin yarısı 11. 12, 22 yarısı 11. O zaman heron ilə sahəni tapa bilərəm. S bərabər kökün altında 11 vuraq, 7 vuraq, 3 vuraq, 1. Bu da bərabər kökün altında 11 vuraq, 21 almış oldum. İndi deyir ki, HA-nı tap. A4-düsə HA. HA vurulsun 4 bölünsün 2 bərabərdir. Kökün altında 11 vuraq, 21. Bu da qaldı 2. HA-nı tapdım. HA nəyə bərabər oldu? HA bərabər. Kökün altında 11 vuraq 21 bölünsün 2'ye bərabər olmuş oldu. S də bərabərdir. Bu da qeyd eləyək. Kök altında 11 vuraq 21. Bu getdi. Bunu silirəm artıq. Sonra 8 tərəfə çəkilən HB. HB-ni tapa bilərəm. HB vurulsun 8 bölünsün 2 bərabər. Kökün altında 11 vuraq 21. HB-ni tapası olsam buradan kökün altında 11 vuraq 21 bölək 4'e bərabər olmuş oldu. Olsun. İndi HC-ni taparam. 10 tərəfinə çəkilmiş hündürlük. O zaman HC bərabər, buradan qeyd edeyim. HC vurulsun 10 bölünsün 2 bərabərdir. Kök altında 11 vuraq 21. Buradan da HC bərabərdir. HC bərabərdir. 5 bölünsün kök altında 11 vuraq 21.
Bax belə. Əl. Bunlara ortaq məxrəc 20-yə gətirsəm, 2-dir 10-a vurmuşam. Vuraq 10 olar. 20-yə gətirsəm, vuraq 5 olar. 20-yə gətirsəm, vuraq 4 olar. H-a ilə HB-ni əvvəlcə toplasam. Toplasam olacaq 20-də 15 vuraq kök altında. 11 vuraq 21 bölək. Sonra HB ilə HC-ni çıxaram. 20-də 5-dən 4 çıxanda da 1-i. 15 vurulsun, deməli. 11 vurulsun 21. Bir dəqiqə mən səhv gördüm burada. HA ilə C-ni 14 olur. 14 olur. Aha. Bu 20'ler getdi. Kök altda 11 21'ler getdi. Qaldı 14 bölək 1 bərabər 14. Doğru cavab oldu 21 A variantı. Sual 22. Kompleks ədədin həqiqi hissəsini tapın. Açaram bunu. Deməli 2 üstə gələk i-nin kvadratı vurulsun. 2 üstə gələk i kimi yazım. Hələ bir bunu kubu. Bunu açsam 4 üstə gələk 4i plus i-nin kvadratı vurulsun 2 plus i. Bu mənfi 1'dir. i kvadratı kompleks ədəddə mənfi 1'ə bərabərdir. Olur 3 plus 4i vurulsun 2 plus i. Açsam 6 üstə gələk 3i plus 8i plus 4i'nin kvadratı. Altdan 4 çıxaram. 2 plus 11i həqiqi hissəsi oldu 2. Doğru cavab olur 22 Y variantı. 23. En parametrin hansı qiymətinə tənliklər sisteminin həlli yoxdur? Tənliklər sisteminin həlli olmaması üçün deməli m'in m-2 olan nisbəti bərabərdir. 1'in mənfi 1 olan nisbətinə bərabər olmalıdır. O da bərabər olmalı deyil. 5'in 9'a. Yəni mən yazaram ki m bölünsün m-2 bərabər mənfi 1. 2 minus m bərabərdir m. 2m bərabər 2. M də bərabər 1. M'in bir qiymətini yerinə qoysam 2x bölü deməli x plus y bərabər 5 olur. Burada nə olur? Bəs bir qiyməti mənfi x minus y bərabər 9. Yəni bir qiyməti bizim doğru cavabımızdır. Həqiqətən həlli yoxdur. Sual 24. Müstəvini kəsməyən, bu mənim müstəvim. Mənim müstəvim. Bu da mənim müstəvimi kəsməyən AB parçası. Müstəvidən dil məsafəsi 3 və 7 olarsa, müstəvidən məsafəsi bura 3, deməli, bura 3 o zaman bura olur 4. Çünki uzunluq 7 olmalıdır. Parçanın orta nöqtəsindən bu müstəviyə qədər olan məsafə 24. Bura qədər məsafə 24. 24 isə bura yenə 3 olur. Bu K daha. K. Nisbət daha. Onda yəni bura olur 3K. Orta ise bura olacaq 2K. Yarıya bölünür. Uclardan olan məsafələrin uzunluqları fərqinin modulunu tapın. Bir də diqqətlə baxaq. Məsafə 3 bölünsün 7K nisbətindədir. 3K, 4K. Parçanın orta nöqtəsindən bu müstəviyə qədər məsafə 24'dür. Bəli, bura 3K'dırsa, bura olacaq ortası olduğuna görə ya orta xətt kimi baxırıq biz buna 2K. Cəmləsəm 5K, 5K bərabər 24. Çünki 24'ü bizə verib. 24'ü də biz 5'ə bölsək 4,8K bərabər 4,8. Onda fərqi soruşur. 7'dən 3 çıxan neçə qalır? 4. Düzdür. 7K minus 3K bərabər 4K. 4 vurulsun 4,8. 4,8'e 4'e vursam 19,2 bizim doğru cavabımızdır. Sual 25. Funksiyanın qrafikinə çəkilən toxunanlar apsis toxuna paraleldir. Toxunma nöqtəsinin apsislərin cəmini tapın. Deməli, mən bunun törəməsini tapsam 3x'in kvadratı minus 12x olur. Deməli, əslində biz bunu istəsək qrafikinə qrup edə bilərik. Bax, belə bir qrafik alınır. Qrafiki biri gəlir toxunur 0, deməli 5 nöqtəsində, 0,5 nöqtəsində. Çünki toxunub, apsis toxuna paralel olmalıdır. Bir də bu təpə nöqtəsi. Bu da hansı nöqtədir? 4 mənfi 27 nöqtədir. 4 mənfi 27, düzdür. İndi 0'ın üstünə 4 gəlsəm 4 edir. Bu bunun qrafik həlli. Amma bizdən soruşur ki, indi mən bunun qrafikini qura bilmədim. Nöqtələri təyin edə bilmədim. 0'a bərabər etməliyəm. x1 üstə gələ x2 bərabər 12'ni 3'ə bölərəm. Köklər cəmi 7'yə görə 4. Doğru cavab oldu 4. Bax belə. 26-cı sual. ABC üçbucağında S'nin və B'nin medianları K nöqtəsi kəsişir. ANKM dörtbucaqlının ANKM dörtbucaqlının sahəsi 15'dir. Deməli, bunu belə bölsəm medianı. 15'i bu digər medianı çəksəm. 15'in yarısı neçə olur? 7 onda 5. Görürsünüzmü?
Bu da oldu 7/5. Çünki üçbucağın 3 dənə medianı onu sahəsi 6 dənə bərabər olan üçbucağa bölünür. KM sayının üçbucağın sahəsini soruşur. S bərabər 7/5 kvadrat santimetr bizim doğru cavabımızdır. Funksiyalar üçün qrafiki müəyyən edin. Təpə nöqtəsi 0 -2-dir. Bax, biri oldu D variantı. Biri D variantı. Təpə nöqtəsi 0 -2-dədir. Sonra deməli bunun təpə nöqtəsi x kvadratı minus -2-dən gəlir keçir. Bax belə. Bu şəkildə gəlir keçir. Və təpə nöqtəsi belə deyim, və təpə nöqtəsi apsis üzərində deyil. Funksiyanın qrafiki bütün rüblərdən gəlir keçir. Həm də A variantı. Davam edək. İkinci sual. F x kvadratı plus 2. Yəni bax müsbət 2-dən gəlib keçir. Təpə nöqtəsi 0, 2 nöqtəsidir. 2 oldu B variantı və başqa varmı? Yoxdur. Başqa yoxdur. Üçüncü. X kvadratı minus 4x. Yəni bu belə olacaq da. X minus 2-nin mörtəzə kvadratı. Bax belə bir şey. 4-dən gəlib keçəcək. Deməli, təpə nöqtəsi apsis üzərində olacaq və təpə nöqtəsi 2, 0. C ilə Y variantı da üçüncüyə qalmış oldu. Davam edirik növbəti 28-ci sual. A 2 -3 və B nöqtələri y bərabər 0 düz xəttini nəzərən. Deməli, baxın indi. X 2-dir, y -3. -3. Bu da 2. Bu da mənim y bərabər 0. Y bərabər 0 bu düz xətt. Deməli, bu nöqtəyə nəzərən simmetrik olan digər nöqtənin x olacaq -2. -2, -3. B nöqtəsinin koordinatları olacaq -2, -3. Əla. Deyək ki, B və C nöqtələri isə bu B nöqtəsidir. Bunu tapdım. Bu dursun burada. -2, -3. Əla. Deyək ki, B və C nöqtələri isə buradan y tapsam y bərabər -x. Y bərabər -x isə deməli B nöqtəsinin oldu -2, 3. Əgər müsbət 3 olsaydı yerini dəyişirəm 3, 2. 3, 2. Oldu 3, 2. Əla. Bu da mənim C nöqtəm. A'nın hansı qiymətində C nöqtəsi bu düz xəttin üzərində olar? Gətirib indi C nöqtəsinin qiymətlərini yerinə qoyuram. 9 minus y-in yerinə 2 üstə gələ A bərabər 0, A bərabər -7. Doğru cavab oldu -7. Bir də uşaqlar, burada bir şey nəzərdən qaçırmışam. Baxın, 15-ci sualda 11 yox, burada x fərqli olmalı 4-dən. Axı bunların arasında 4 olmaz. Ona görə Y variantı olacaq. 15 Y variantı. Yəni x fərqli olmalı 4-dən. Belə. Davam edək 29-cu sual. Şəkildəki domino daşlarına təsadüfi olaraq ikisi seçilir. Seçilən daşlardan hər birində işğallar cəminin cüz ədəd olması hadisəsinin ehtimalını tapın. Təsadüfi olaraq ikisi seçilirsə, neçə domino daşı var? 5 dənə. Yəni kombinezon 10-dan 2. İndiki xallar cəmi bu 6-dır, 6-dır, 2, 4, bu 5, 2, 3, başqası yoxdur. Deməli, xallar cəminin hər birinin xallar cəmi cüz ədəd olması ehtimalı soruşur. İndi mən burada baxıram, nə görürəm? İkisi seçilirsə əgər, deməli, 1, 2, 3, 4, 5 dənə. Başqası yoxdur ki, yoxdur. Bu təkdir, 5'dir, 3'dür, 3'dür, 1'dir. Bunlar təkdir. 5'i qaldı. Kombinezon 5'dən 2. İndi bunu hesablayarım. 5 faktoriyalı bölərəm, 2 faktoriyala vuraram, 3 faktoriyala. Burada qaldı 10. Düzdür. Kombinezon 10'dan 2'ni hesablayaram. 10 faktoriyalı bölərəm, 8 faktoriyala vuraram, 2 faktoriyala. 9 dəfə 10'un 90, 90'ın yarısı 45'də 10. 45'də 10 bərabərdir. 5'ə ixtisara getsəm 9'da 2 deməkdir. 9'da 2. Aha, ispat məsələsi ispat edək. Bu bizim hər hansı bir üçbucağımız olsun və bu da hər hansı bir medianımız olsun. Düzdürmü? Bu olsun A tərəf, bu olsun B tərəf, bu da olsun C tərəf və median olduğuna görə tərəfi yarı bölür. Düzdür? Bu da C tərəfinə çəkilmiş hər hansısa bir MC median olsun. Bizə deyək ki, əgər mən buradan hər hansısa bir, bax bu nöqtədən adlandırsam bu üçbucağı A, B, C. Bu olsun hər hansı M olsun. MY medianı yenə çəkəsi olsam, B tərəfini yarı böləcək. B bölünsün 2, B bölünsün 2 kimi yarı bölür. Və şərtə görə A B-dən böyük olduğuna görə A'dırsa, bu da olurmu? O medianı da orta xət rolunda çıxış edir. A bölü 2.
O zaman buradan alıram ki, bax, üçbucaq bərabərsə görə bu MC A bölü 2 üstə gələk B bölü 2-dən kiçik olmalıdır. A bölü 2 minus B bölü 2-dən də böyük olmalıdır. Üçbucaq bərabərsinə görə. 2-də, yəni A minus B kiçikdir MC kiçikdir A plus B bölünsün 2. İspat olundu. Bu qədər. Diqqətinizə görə sağ olun.